Koz ağacı orada da var belki de. Görürsen bak oluyor. Kim bostandı? O yastı var ha, xırman ora deyiblər də. Xırmanın bərtinində o aşağıda qalan ev ancaq Hilal əmcinin evidir. Tevfik babamın evi. Başqa ev qalmayıb orada. Bir də bu üzdə Dadaş müəllimin evi qalıb. Bir də o tərəfdə Mikailin evi qalmışdı, o da yoxa çıxdı deyəsən. Siz gördünüz orada Mikailin evi? Yok. Yok kabak var indi yoktu. Da o böyrədə torpaq bası var deyin yoktu. Ha, bir də Hilal əminin evi qalıb. Bunların sortular. Bu kimindir? Bu Cabbarın evidir, yoxsa Orada mı kim ne bildi kaldı burada? Cabbarın evidir qalıb? Yok. Əzdagilin evinin altında şeyin evi. Təvəkkülgün evi değil. Ha, Təvəkkülün evi yuxarıdaydı. Öyle o tevekkül evi. Deyir, Təvəkkülün evi bu yandaydı. Yekə Yok, təvəkkül, plaza tevekkül təvəkkül. evi de o. Yekə tevekkül. Daşın üst tarafı da tevekkül evi var. Hadi orada başka kimin evi var? Keş. Cabbarın evi də ola bilər. Əzdagilin altında təvəkkül. O Cabbarın evidir. Düz deyirsən, o şey olmaz o. Təvəkkülün evi Əzdagildə lap yuxarıdaydı. Deyir daşların dərisindəydi ha şeyində. Ha, da bilir budaydı, da bilir bu. Amma o da ola bilər, ya Təvəkkülün O evi ola. tevekkül evi oxşuyur. Ha, ya Təvəkkülün ya Cabbarın. Yo, yo, Cabbarın evi o yana baxırdı, Təvəkkül də aynı. Tevekkül Tevekkül Cabbarın evi, evi. ha. Düz deyirsən.